Piterdə azərbaycanlı qanuni oğru saxlanılıb. Rusiya hüquq mühafizə orqanlarının məlumatına görə 54 yaşlı Yusif Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub. O, 2 və ya daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham edilir. Məlumatlara görə Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən yaşayış binalarından birində saxlanılıb. Rusiyanın Kommersant nəşri yazır ki, Yusif Əliyev həmçinin cinayətkar iyerarxiyada da yüksək mövqe tutmaqda təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək həbs cəzası gözləyir. Məlumata görə 2009-cu ildə Moskvada keçirilən kriminal toplantı zamanı Əliyev və digər şəxslər hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılmışdılar. Lakin o, qısa müddət sonra sərbəst buraxılmış və sonradan gizlənmişdi. Hazırda hüquq mühafizə orqanları saxlanılan şəxslə bağlı araşdırmaları davam etdirir.